2 gündür Yasamal rayonu ərazisində xoşagəlməz hadisələr baş verir. Martın 26-da rayonun Şərifzadə küçəsi İTEV-nin binasının arxası Azon zavodun ərazisində ağacların kütləvi şəkildə məhv olunması xəbərlər yayıldı. Şahidlərin sözlərinə görə Avant Park şirkəti yaxınlıqda tikinti aparır, amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir. Qobalifo az bu barədə xəbər dərc etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə çevik reaksiya verdi. Nazirliyin mətbuat xidmətindən saytımıza qeyd edildi ki, araşdırma aparılır, əraziyə əməkdaşlar göndərilib. Ancaq Yasamal rayon icra hakimiyyətindən bu olaya reaksiya verilmədi. Martın 27-də isə Yasamalda baş verən daha bir dəhşətli hadisə ölkəni sarsıtdı. Vətəndaşa məxsus ev ekskavatorla uçurduldu. Məsələni dramatikləşdirən odur ki, evin sahibləri, sakinləri orada ola-ola bu vəhşilik baş verdi. Bakının Yasamal rayonu 1-ci Alatava yaşayış masivi Abduldahab Salamzadə küçəsində tikinti işi aparan Melisa Group tikinti şirkətinin əməkdaşlarının bu hərəkəti ictimaiyyətdə hiddət doğurub. Artıq şirkətin 2 əməkdaşı saxlanılıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən olunub. Yasamalda baş verənlər fonunda nə rayon icra hakimiyyəti, nə də başçı Elşad Həsənov açıqlama verib. 2 gün ard-arda Bakının mərkəzi rayonlarından olan Yasamalda təbiətə və vətəndaşlara qarşı törədilən qanunsuzluğa görə rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Ki, icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb. Amma vətəndaş bir iş görmək istəyəndə başının üstünə alan ilk rəsmi qurum icra hakimiyyətinin müvafiq idarələrinin əməkdaşları olur. Mediada yazılır, sosial şəbəkələrdə yayılır ki, rayon ərazisində yaşıllıq məhv edilir. İcra hakimiyyətinin necə deyərlər, tükü də tərpəmir. Bu cür yanaşmanın səbəbidir ki, vətəndaşın evini başına uçurdular. Rayonda daha nələr baş verməlidir ki, hörmətli Elşad Həsənov buna reaksiya versin. Geri gəlmişkən saytlar baş verənlərlə bağlı Yasamal icra hakimiyyətinə sorğu ilə müraciət etsələr də sorğular cavabsız qalır.